De görüm Asiyada yaranmış ilk türk dövləti hansıydı Səkinə? Mərkəzi Asiya. Hun dövlət. Bəli. Kim yaratmışdı Hun dövlətini? Teoman Tanrı. Bəli. Bəs Hunlar haqqında ilk məlumat neçənci min illiyə aiddir? Eradan əvvəl 2-ci min illik. Hansı mənbələr? Çin mənbələrindən Hunlar köçəri xalq yoxsa oturaq həyat sürüblər? Köçəri. Bəli. Dövləti yaratdı Teoman Tanrı. Bəs imperiyanı? Mete Tanrı. Paytaxt? Ötkən. Ötkən şəhər olmuşdu. İndi Səkinə de görüm, Hunlarla Çinlilər bir-birinə mübarizə aparmışlar. Çinlilər Hunların yürüşünün qarşısını almaq üçün Çin səddi neçənci ildə Eradan əvvəl 214. ala bilmişlər bu yürüşün qarşısını? Xeyr, Hunlar zəif yerlərdən keçərək yürüş edirdilər. Ay sağ ol. Neçənci ildə Mete Tanrı gəldi hakimiyyətə? Eradan əvvəl 209-174. Bunun ən əsas islahatı ordu islahatıdır. Ordu islahatına əsasən Ordunu onluq, yüzlük, minlik və 10 minlik dəstələrə böldü. daha sonra nə işlər görür? Hansı tayfaları birləşdirmişdi? Monqol və Tibet. Ay sağ ol. Bir də Mərkəzi Asiyada yaşayan 26 tayfanı. ay sağ ol. Eyni zamanda atası kimi kimlərlə mübarizə aparmışdı? Hansı dövlətlə? Çinlə. Ay sağ ol. Amma atası Çinin, Sin sülaləsindən, bu da Çinin Xan sülaləsi. Han sülaləsi ilə. İndi Səkinə de görüm, dedi ki, Asiya Hun dövlətini yaratdı Teoman Tanrı. Bəs imperiyanı kim yaratmışdı? Mete Tanrı. Neçənci ildə? Eradan əvvəl 200. 200-cü neçənci əsrə düşür? 2-ci əsrə. Elə 2-ci əsrə. Pinçen döyüşündə qalib gəlmişdi. Pinçen döyüşündə hansı taktikadan istifadə eləmişdi? Turan taktikasını. Əla. Pinçen müqaviləsinin şərtinə görə Xan sülaləsi hər il onlara xərac ödəməli idi. Çin şimal hissələri Hunlardan olmalı idi. Ticarət yolları da olmalı ay idi. sol. Və bununla da Asiya Hun dövləti oldu imperiya. Daha sonra Çinlilər hansı yola əl atıb Asiya Hunu zəiflətmişlər? Nigah diplomatiyasından istifadə edib onların döyüş yollarını öyrənirlər. Əla. Elə ona görə nə zaman Asiya Hun dövləti parçalanır? Eradan əvvəl 58. Eradan əvvəl 58 neçənci əsrə düşür? 1-ci əsrə. Neçənci yarısı? 1-ci yarısı. Neçənci rübü? 3-cü. Yoxsa 1-ci rübü. 2-ci rübü. İkinci rübü. İndi Səkinə, sən